Bugün Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmovun anım günüdür. Biz o münasibətlə bugün bu ziyarətə gəlmişik. Allah Asif Məhərrəmovla bərabər bütün şəhidlərimizə rəhmət eləsin. Və bu günlərim bizim anım günümüzdə bir qonağımız da var. Dönüb sağa baxanda elə bir şeyləri görürəm ki, həyatda hər bir ananın, hər bir gəlinin həyat yoldaşı və onun balasıdır ananın. Mən Firet Asifdən danışsam, gərək günlərlə danışam. Bilirsiniz ki, uşaqlığımız bir yerdə keçib, bir yerdə böyümüşük. Firet Asif elə bir insan idi ki, o insandan danışanda gərək Nizamidən, Füzulidən, Nəsimidən, bunlardan da danışasan. Çox gözəl onun şeir deməyi, çox gözəl qəzəl deməyi vardı. Asifin müharibəyə gəlişi, bilirsən, dözə bilmədi. Xalqın içindən biri var milli qəhrəman, biri var xalq qəhrəmanı. Həm o milli qəhrəmandır, həm xalqın qəhrəmanıdır. Xalqın içindən çıxmış bir insandır. Yəni xalqın içində heç vaxt xalq öz qəhrəmanını xalqın içindən çıxana deyir. Milli qəhrəman 41-45-də yaranan bir şeydir. Amma Asif Məhərrəmov xalqın qəhrəmanıdır, xalqın içindən çıxdı. Özün qabağa verdi, bütün uşaqları yığdı. Bu bizim mənfur ermənilərlə müharibəyə başladıq. Asif Məhərrəmov uşaqlığına baxanda uşaqlıqdan heyliydi. Yap uşaqlıqdan, stadionda böyümüşük də, böyük bir yerdə. Asif elə uşaqlıqdan heyliydi. Şükür Allah, hər şey vardı. Deyəm ki, heç nəyə çatışmırdı, yox. Hər bir şey vardı. Həm Muran Əli vardı, həm insanlarla davranış qaydası vardı, insanlığı vardı, gözəl insan idi. Müraciət eləyəndə canla, başla deyirdi. Neçə dənə biz müharibələrdən keçdik Asiflə. Mən bircə dənə epizodu danışım. Bilirsiniz, deməli, elə bir yerdəydik ki, Abdülgülablıdan tərəfdən hücum edib, Xocalı tərəfdən hamısını vurup çıxarda gəlmişlər. Asif, biz də hücuma keçdik oradan gedəndə, gördüm ki, Asif ona icazə vermirdik də, bilirsən, çox komandirləri yerə qoymayasan ki, kim pərən-pərən düşər, komandirin başına bir iş gəlsə pərən-pərən düşər. İnan Allah, o qarın içində, bura kimi qarın içində, o cəmaatı belində çıxardırdı. O arvadları, uşaqları, hamısını belində çıxırdı, deyək Asif, sən komand dedi, əlinizi vurmayın. Abdülgülablıdan o tərəfdən Pramı Xocalı çox gəlib oradan çıxmışdı. Yəni gözlərimin qabağında Asifin qəhrəmanlığı, mən onun haqqında danışdan böyük bir dənə kitab yazacaq, bir 10 ciliddir. Asif Məhərrəmovun bugün anım günü olduğuna görə mən heç çox insanlar deyir ki, Asif, mən inanmıram ki, nə Asifdir, nə Şirin Mirzəyevdir, nədir, Allah verdi Bağırovdur. Bunlar hələ ölmüyor. Mən heç vaxtda bir yazı yazanda demirəm ki, deyirəm siz sağsınız, siz baxıb yazı yazırıq. Mən onların ölümünə inanmıram. Bax, polkovnik lüksəsi veriləndə ona bellədi, nə polkovnik, hə? İnan Allah, ona milli qəhrəmana verildi, nə milli qəhrəman, hansı milli qəhrəmanla danışdan? Mənim gəlinlərim, arvadlar, uşaqlar hamısı erməninin əlindədir, mənə milli qəhrəman, nə milli qəhrəman? Mən milli qəhrəmanı götürmürəm, ondan atqaz elədi. İstəmədi onu, belə insan idi o. Allah ona qəni-qəni rəhmət eləsin. Mən hər danışanda mənim uşaqlığım onun danışırdı. Biz neçə dəfələrdən bir yerdə, belə, bilirsiniz, onun haqqında film çəkirdilər. Getdi yollara, filmi çəkəndə bir-iki söz dedim, qayıt gün öz haqqında niyə danışmırsan? Dedim ki, Asif, mən nə danışım ki? Dedi, sən elədiklərini biz bilirik. Orada çox şəxsən danışdı. İnan Allah, tutduq qorumuzdan, getdik dəniz kənarına, həlini də körələm. Belə söndü, dedi, deyərsən, mən öləcəm bey. Dedim, Asif, nə danışsan sən? Bax, belə tutub uşağı da əlindən tutub, böyür-böyrə gedirik. Dedim, mən nə danışdım, hələ sənlə biz təzdən bu ermənini qovacağıq biz şuraya kimi. Orada bayrağı biz asacağıq. Bax, elə gəldi, otdu belə dəniz kənarında. Sonra da gəldik, getdik Şəhidlər Xiyabanına. Hələ o yadımdan çıxmaz. Körəldi, dedim, o sağa yaraşmaz. Sən komandirə yaraşmaz körəlmək. Biz sənlə fəxr eləmişik. Allah verdiyinlə fəxr eləmişik. Şirin Mirzəyevlə fəxr eləmişik. Bizim Ağdamlarla hamısını şəhidlərimizlə fəxr eləmişik. Allah qəni-qəni rəhmət eləsin. Allah onu nə bilim, heç nə də bilmirəm, bilirsiniz. Onun haqqında çox şey deyərəm. Onun gördüyü işi hələ heç kəs görməyib. O boyda çastı,
aldı, mən o şeyi vururdum. Nədir? Oranın komandirin. Əlimdən belə tut öldürmə deyir onu. O bizə lazımdır. Öldürürdüm, atışırdı orada. Belə tut dedi, mən çıxdı qabağa, heç nəsiz. Dedi saxlayın. Komandir saxladılar, bütün o çastı aldı. Bütün o çastı, bax indiyənə kimi də bu dəqiqə çox yerdə işlənən o mina təmizlənən şeylər o bütün çastı o boyda. Elə belə çastı öldü deyil o. Rusun ən böyük çastıydı, onun hamısını aldı. Allah ona qəni-qəni rəhmət eləsin. Allah sizə də nə bilim can sağlığı versin ki, elə onu anım günündə gəlmisiniz. Uşaqla intervyu götürürsünüz, müsabiqə götürürsünüz, bilirsiniz, sağ olun, var olun. Allah bu şəhidlərimizə rəhmət eləsin. Onlarla fəxr edirik. Qazilərimizə can sağlığı versin. Şəhid anaları mən görəndə dözə bilmirəm. Bunu ədalət də bilir. Mən onlara baxanda dözə bilmirəm. Çünki əllərimdə çox özümün əskərlərim şəhid olubdu. Allah yenə də çox sağ olun ki, siz gəlmişsiniz. Asifdən mən yenə deyirəm, komandir ölməyib, sağdır. Həmişə də mənim ürəyimdə sağ olacaq. Mənim 72 yaşım var, amma həmişə deyirəm ki, komandir sağdır. Onlar sağdır. Allah verdi, odur. Şimdi onlar sağdır. Çünki gözümün qabağında həmişə onların qəhrəmanlığını görmüşəm. Və indi də onların haqqında ha vaxtda desələr, neçə vəzələrdə desələr, ölüm olsa da onların yanında gənə onlar haqqında danışaram. Çox sağ olun. Bugün Azərbaycanın milli qəhrəmanı Asif Məhərrəmovun anım günüdür və biz bu anım günü ilə bağlı olaraq Şəhidlər Xiyabanını ziyarət elədik. Şəhidimizin məzarını ziyarət elədik və bu günlərim Asif Məhərrəmovun igid bayrağımızı ölkədən kənarda zirvələrə qaldıran, himnimizi səsləndirən Azər Məhərrəmov da buradadır. Azər müəllim, bilirəm sizin üçün həqiqətən də çətindir, həm də qürur verici bir hissdir. Hər adam qəhrəmanın oğlu olmur. Hər adamın da atası qəhrəman olmur. Amma bu qüruru siz yaşamısınız və bugün də yaşadırsınız. Çox xahiş eləyərdim ki, elə bir qəhrəmanın oğlu kimi bu Şəhidlər Xiyabanında siz öz fikirlərinizi bildirərdiniz. Salamlayıram Azərbaycan xalqını. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bu günləri biz qalxızdığımız bayraqlar da onların səbəbinədir. Allah şəhidlərimizin valideynlərinə səbir versin, onların hamısının qarşısında baş əyirəm. Deməli 32 il keçdi, 32 ildə çox şey dəyişildi. Amma dəyişməyən bir şey var, Fred adı. O ad həmişə qalacaq, həmişə yaşayacaq və cəmi bütün şəhidlərimizin həmişə adı sanılacaqdır. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin, Allah xalqımızı, millətimizi qorusun. Şəhid evladı olmaq çətindir. Milli qəhrəman evladı olmaq ondan da bir çətin bir şeydir. Yəni böyük bir məsuliyyətdir. Biz də çalışırıq, nə qədər ki nəfəs alırıq, onların adlarını uca saxlayacağıq. Və bizim də borcumuzdur ki, bayrağımızı başqa dövlətlərdə qalxsaq. Çalışırıq ki, gənclərimizi də idmana gətirək. Hal-hazırda mən özümün şəxsi tələbələrim, bir 15-ə yaxın şəxsi tələbəm var ki, Avropa və dünya çempionlarıdır. İnşallah bunun ardı da gəlir. İnşallah, çox sağ olun. Həqiqətən elə necə atanız bizim fəxrimizdir, qürurumuzdur. Siz də bizim fəxrimizsiniz, qürurumuzsuz və elə sizin kimi Azərbaycanın oğulları ilə fəxr eləyirik. Allah sizə uzun ömür, can sağlığı versin və bu çox belə ağır bir işdə sizlərə, tələbələrinizə, hər kəsə uğur diləyir. Bugünkü qonağımız bu ziyarətə gələnlərdən biri də Balay müəllimdir. Buyurun Balay müəllim. Təşəkkür edirəm söz verdiyiniz üçün. Bugün bizim milli qəhrəmanımız Asif Məhərrəmovun anım gününə yığışmışdıq. Ruhu şad olsun. Onun timsalında bütün şəhidlərimizin ruhu şad olsun. Çox qürur vericidir ki, belə qəhrəmanlarımız heç zaman yaddan çıxmır. Onların təməlini qoyduğu ordumuz mükəmməl bir ordu oldu. Qanları yerdə qalmadı. Təməlini qoyduqları ordunun nəticəsi 44 günlük savaşda özünü göstərdi. Bir daha ruhu şad olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin. Veteranlarımıza can sağlığı. Bir daha bütün şəhidlərimizin ruhu şad olsun. Əyyubov Bəşir Qəhrəmanoğlu.
Azərbaycanın milli qəhrəmanı Fired Asifin döyüşçüsü. Nəinki Fired Asif haqqında istənilən bu torpaq uğrunda şəhid olmuş, istənilən bir şəhid haqqında danışmaq çətindir. Çünki onlar elə bir məqamda dayanıblar ki, onların haqqında söz demək çox çətindir. Asif də şəhiddir. Asif eyni zamanda şəhid qəhrəmandır. Tariximizə ekskursiya eləsək, bildiyimiz tarix Babəkdən üzbəri Azərbaycanın qəhrəman oğulları hər biri azadlıq uğrunda, haqq və ədalət uğrunda döyüşüblər. 88-ci ildə Qarabağ hadisələri başlayanda Fired ləqəbi ilə tanınan Asif Məhərrəmov da könüllü bir batalyon yaratdı və Ağdamda olan təxminən 20-dən artıq batalyonda olan könüllülər kimi biz də Asifin ətrafına yığışdıq. Asif dünyasını 41 yaşında dəyişdi. Amma bugün onun döyüşçülərinin əksərinin yaşı 60-dan yuxarıdır. Amma heç birimiz Asifin çatdığı məqama, 41 yaşında çatdığı məqama hətta bu yaşımızda belə çata bilmərik. Çünki Asif dediyim kimi, Azərbaycanın digər xalq qəhrəmanları kimi sanki anadan gəlmə bir qəhrəman idi. Anadan gəlmə bir sərkərdə idi. Oxumamış bir ordu sərkərdəsi idi. Asifi deyərdim ki, tanıtdırmağa ehtiyac yoxdur. Biz elə hamımız Asiflə tanınırıq. Soruşanda ki, kimsən, Asifin adını vermək kifayət edir ki, Asifin döyüşçüsü olmuşam. Allah ruhunu şad eləsin. Şükür ki, bugün onun Asifin yolunu 20-ci il müharibəsində də davam elətdirənlər məhz Asiflərdən, Allahverdi Bağırovlardan, Şirin Mirzəyevlərdən və sonraki nəsil qəhrəmanımız Mübariz İbrahimovlardan dərs alaraq bu torpağı, bu vətəni işğaldan azad edə bildilər. Hamısının ruhları qarşısında baş əyirik. Allah ruhlarını şad eləsin. Musazadə Kəmalə kino rejissor, Milli Kino Mərkəzinin rəhbəri 2010-cu ildən başlayaraq Mədəniyyət Nazirliyinin Kinematografiya şöbəsinin sağlama studiyasında Azərbaycanın milli qəhrəmanları silsiləsi başladı. Bu filmlər məhz Qarabağda döyüşən, şəhid olan və sağ olan milli qəhrəmanlardan filmlər oldu. 2023-cü ilə qədər 115 sənədli film çəkildi. Və Fired Asif Məhərrəmov haqqında da rejissor Zamin Məmmədovun filmi çox uğurla ərsəyə gəldi. Bu filmdə belə deyim, Asif Məhərrəmovun ta uşaqlığından Ağdamda yeridiyi o illərdə olan xatirələrindən ta şəhid olana qədər filmdə həyatı əks olundu. Biz bu filmlər dedim ki 2010-cu ildən başladı və o zaman biz filmləri çəkəndə çox ürək ağrısıyla bu işləri görürdük. Çünki o milli qəhrəmanlar, o şəhidlərin qanı tökülən torpaqlara biz gedə bilmirdik. Yəni həmin o yerlərdə, döyüşdüyü yerlərdə çəkilişlər elə bilmirdik. Amma 2010-cu ildən sonra bizim böyük bir qələbəmizdən, zəfərimizdən sonra bizim imkanımız oldu ki, gedək. O yerlərdə, onların qanı tökülən torpaqlarda çəkilişlər eləyək. Öz torpağı uğrunda, kəndi uğrunda, şəhəri uğrunda, anasının, bacısının, sevdiyinin namusunu, qeyrətini qorumaq üçün əlinə silah almağa məcbur olan bir şəxsiyyət kimi göstərməyə çalışmışıq və düşünürəm ki, elə də olub. Və
həqiqətən də Firdəsi Məhrəmov belə şəxsiyyətlərdən idi. Əgər bir insan ki mərmini atır və yaxud gülləni atır, deyir ki, kaş ki Allaha dua eləyir ki, mən attığım bu mərmini dinc əhaliyə, qadına, uşağa, qocaya dəyməsin. Bu nə deməkdir? Bu filosof deməkdir. Görün nə qədər böyük bir şəxsiyyət olub ki, o məcbur olub, döyüşməyə məcbur olub, amma bununla yanaşı deyib ki, kaş dinc əhaliyə toxunmasın, qadına, anaya, uşağa bu mərmi dəyməsin. Yəni bu da Azərbaycan oğlunun belə deyim də böyüklüyüdür. Azərbaycan millətinin böyüklüyüdür. Yəni biz nə qədər də döyüşməyə məcbur olsaq da, əlimizə silah alsaq da, amma yenə insani keyfiyyətlərimizi qoruyub saxlaya bilmişik. Düşünürəm ki, Firdəsi Məhrəmov kimi minlərlə, yüzlərlə belə oğullar var. Burada, belə deyim, mənim üçün Məkkə Mədinə bir mənalı şəkildə deyirəm, bu şəhidlər xiyabanıdır və Azərbaycanın hər bir kəndində, şəhərində, qəsəbəsində belə şəhidlər xiyabanımız var və mənim üçün həqiqətən ən müqəddəs bir yerdir və bu şəhidlər xiyabanında inanın ki, hərəsi bir filosof olub. Ən belə savadlı, şəxsi keyfiyyətləri olan boylu buxunlu oğullarımız bu torpaq üçün qanlarını töküb canlarını fəda eləyiblər. Biz ölənə qədər yox, Azərbaycan nə vaxta qədər yaşayacaqdır, biz borçluyuq onlara. Yəni dövlət olaraq, millət olaraq, xalq olaraq onlara borçluyuq. Çünki dövlətçiliyimizin keşiyində onlar durublar. Hətta onların ruhu belə bəlkə indi o torpaqlarda belə hələ də döyüşür. Və millət olaraq bizim dünya müstəvisində alnımızı açıq eləyən o şəhidlərimiz oldu. Firdəsi Məhrəmovun evladı yerində olan bu şəhidlər xiyabanında Asiflərin və minlərlə o şəhidlərimizin qanını aldı bu şəhidlər xiyabanındakılar və dünyaya sübut elədi ki, məqamı gələndə biz canımızı fəda eləyirik bu dövlətçilik üçün, bu vətənin yaşaması üçün, bu quruca torpağın vətən olması üçün. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri onsuz da cənnətdir, Allah cənnətdə eləsin. Sizlərə də təşəkkür edirəm ki, zaman-zaman belə vəsilə olursunuz, yada salırsınız. Minnətdarım. Çox sağ olun, təşəkkür edirik. Biz elə sizə gələcək işlərinizdə də uğurlar diləyirik və nə qədər bu şəhidlərimiz haqqında kitablar yazsaq, filmlər çəksək, yenə də azdır. Çox sağ olun, siz də öz əməyinizi ortaya qoymusunuz. Minnətdarıq.